الأمر السادس Altıncı məsələ. مشهد Nəfsi ram etmək və şeytanı alçaltmaq səhnəsidir. وإرغام الشيطان. مشهد قهر Çünki النفس nəfs və şeytan günahların mənbəyi və şər işlərin qaynağıdır. هما مصدر الآثام ومنبع الشرور. فإذا ابتعد Əgər insan pisliyi əmr edən nəfsinin çağırdığı və lənətlənmiş şeytanın dəvət etdiyi asilikdən və günahdan uzaq durarsa, bununla o nəfsinə qalib gəlmiş və şeytanı alçaltmış olar. إليها الشيطان الرجيم فإنه يكون بذلك قهر نفسه وأرغم الشيطان. Və o zaman insan Allaha itaət etməyin, onun razılığını qazanmağın və uca Allahın qəzəbinə səbəb olan şeylərdən uzaq durmağın bəxş etdiyi o izzətli şirinliyi dadar. Müsəlmanın səhərə çıxanda, axşama çatanda və yatağına girəndə deməsi müstəhəb olan bir duada gəlib ki, Allahım, göylərin və yerin yaradıcısı, qeybi və aşkarı bilən, hər şeyin Rəbbi və hökmdarı, şahidlik edirəm ki, səndən başqa ibadətə layiq məbud yoxdur. Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən sənə sığınıram və özümə pislik etməkdən, yaxud onu bir müsəlmana yönəltməkdən sənə sığınıram. Bu, şərrin hər iki mənbəyindən və onun nəticəsindən sığınmaqdır. Çünki şərrin iki qaynağı məhz nəfs və şeytandır. Səndən bu mübarək duada gün və gecə ərzində 3 dəfə Allaha sığınmağın tələb olunur. Səhər olanda, axşam düşəndə və yatağına girəndə. Şərrin iki mənbəyindən, pisliyi əmr edən nəfsdən və şeytandan sığınmalısan. Həmçinin o ikisinin nəticəsindən sığınmalısan. Bu isə özünə pislik gətirməyin, yəni öz əleyhinə günah qazanmağın və ya onu, yəni pisliyi başqasına yönəltməyindir. Əgər sən bu mənanı xatırlayıb, pisliyi əmr edən nəfsi ram etmək və düşmənin olan şeytanı alçaltmaq üçün asiliyi tərk etsən və Allah Subhanahu və Taalaya itayəti qorumaqla izzətlənsən, bax bu elə bir qənimətdir ki, ondan böyük qənimət yoxdur. Ta'atillahi Subhanahu və Taala fəhadihi qanimetun a'zam biha min qanimə.